Tamam. Deməli, yarımbaşlıqlarımızı görürsüz yəqin ki, yerin planetar və geoloji inkişaf mərhələsi, bu bir. Yerin daxili quruluşu, daha sonra süxurlar, geosinkronal və platformalar və həmçinin zəlzələ və vulkanlar mövzusu ilə dərsimizi quracağıq inşallah. İlk öncə qeyd eləmək istəyirəm. Deməli, ekranda gördüyünüz yarımbaşlıqlar üzərindən siz, yəni ki, görürsüz. Birinci yerin planetar və geoloji inkişaf mərhələsi ilə bağlı yarımbaşlığımızdır. Gəlin başlayaq bu haqda danışmağa. Deməli, ilk öncə qeyd eləmək istəyirəm ki, yerin yaşı haqqında, yerin formalaşması haqqında ümumiyyətlə fərqli fərziyyələr var. Ümumiyyətlə kainatın yaranması ilə bağlı fərqli fərziyyələr var ki, onlardan əsas qeyd olunanlar hansılardır? Biz danışdığımız zaman baxın, birinci nəzəriyyə haqqında qeyd eləsək, bunlardan biri Kant və Laplasın nəzəriyyəsidir. Siz görürsünüz həmin nəzəriyyə haqqında təsviri. Üzr istəyirəm. Dəqiqə. Hə. Və Kant və Laplasın nəzəriyyəsi ilə bağlı deməli fikir belədir ki, qızmar günəşəbənzər cismin parçalanmasından yarandığı qeyd olunur. Təxminən 4,5 milyard il bundan öncəyə getdiyi deməli qeyd olunur. Və daha sonra ikinci bir nəzəriyyə isə bu Şmit və Fesenkovun nəzəriyyəsidir. Burada isə kiçik kosmik deməli qaz və toz hissəcikləri sıxılır və sonra toplanma prosesi başlayır. İlk olaraq asteroidlər, sonra isə son mərhələdə isə planetlərin yaranmasını deməli biz görə bilirik. Təsvirdə siz bunu görə bilirsiniz hazırda sağ küncdə. Bu bizim ikinci deməli nəzəriyyə idi. Əsas olaraq biz belə deyək, nəzəriyyələr çoxdur. Bunlardan daha çox qəbul olunmuşlar haqqında biz qeyd edirik. Fərqli bir nəzəriyyələrdən biri də deməli ən belə məşhur olan nəzəriyyələrdən biri də Big Bang nəzəriyyəsidir. Bu nəzəriyyə haqqında da yəqin ki çox eşitmisiniz. Əvvəlki kitablarda, dərslərdə bu haqda o qədər qeyd yox idi. Son kurikulum əsaslı dərsliklərdə bu nəzəriyyələr haqqında qeydlər mövcuddur. Burada kainatın başlanğıc deməli nöqtəsi qeyd olunur və deyir ki, əgər kainat başlanğıc nöqtəyə malikdirsə, deməli onun həm də son nöqtəsi vardır. Və burada əslində məşhur bir fizik vardı, bu yaxınlarda da rəhmətə getdi, Stephen Hawking. Deməli burada böyük sıxılma və həmçinin belə deyək də, onun əksi olan geniş partlayış nəzəriyyəsi. Yəni bu sıxılma nəzəriyyəsinin təsdiqçiləri də var idi, amma o tam öz təsdiqini tapmadığı üçün, yəni onun daha düzgün versiyası, qəbul olunmuş versiyası, böyük partlayış nəzəriyyəsi öz təsdiqini tapır. İndi burada məsələ nədir? Deməli, burada böyük partlayış nəzəriyyəsinə əsasən, deməli, biz partlayışın deməli birinci fazasında ilk olaraq kosmik şüalanmanı görə bilirik. Diqqət eləyin. Əslində bu da testdə bir dəfə gəlibdi. Ona görə bunu ardıcıl formada yadda saxlasanız daha yaxşıdır. Daha sonra deməli qaranlıq dövr mərhələsi deməli davam eləyir və ondan sonra davam edən hardasa 300 milyon il ilk ulduzlar yaranır. Daha sonra ilk yeni qara dəliklər. Qeyd edim ki, bu qara dəliklər anlayışı da astronomiyada da yəni geniş öyrənilən bir məfhumdur. Qara dəlik anlayışının ilk dəfə Uller tərəfindən istifadə olunub 67-ci ildə termin olaraq və o qara dəlik termin belədir ki, deyir ki, hətta işıq sürəti ilə hərəkət edən cisimlər belə oranı tərk edə bilmir. Çox böyük bir cəzb qüvvəsinə sahibdir. Daha sonra ilk protogalaktikalar, yəni ilkin qalaktikaların yaranması və ən sonda isə müasir qalaktikaların yaranmasını bu deməli böyük partlayış nəzəriyyəsinə əsasən bu zaman oxunda biz ardıcıllıqla verə bilirik. Deməli əsas qeyd olunan nəzəriyyələr bunlardır. Bir də dərsdə belə bir şey var ki, bu düzdür, İslami nəzəriyyədir. Allah Taala'nın yer kürəsinin yaratması. O da nəzəriyyələrdən biri kimi qeyd olunur şifahi olaraq. Aha, gəldik yerin yaranmasına. Ümumiyyətlə yerin yaranması planetar mərhələdə ilk olaraq qeyd edim ki, planetar mərhələ hardasa 6-7 milyard il deməli qeyd olunur yaşı. Yəni bu deməli mərhələdə nələr baş verir? Yəni bizim ilk ay erası dediyimiz bir termin var, onun haqqında qeyd eləyəcəm. Deməli burada kütləvi vulkan püskürmələri baş verir ilk olaraq. Biz buna deyirik ay erası. Bunun səbəbi nədir? Yəni ki, bilirsiniz, qeyd olunur ki,
Ay səthində də həmin hadisələr, yəni vulkan püskürmələri baş verdiyi üçün həmin adı oradan götürüb. Hətta siz, adi gözlə də məsələn baxsaq ay səthinə görərik ki, çoxlu vulkan kraterləri var. Deməli, daha sonra təbii ki, bu vulkan püskürmələrindən sonra ilkin yer qabığı formalaşıb, sonra atmosfer formalaşıb, daha sonra ilk okeanımız olan Pantalas yaranır. Sonra, radioaktiv parçalanma nəticəsində mantia maddələri əriyir. Ağır maddələr toplanır nüvədə, yüngül maddələr isə mantiyada toplanır. Həmçinin qeyd eləyək ki, ümumiyyətlə planetlər, yer kürəsi də ilk, zamanlarda maqnetizm xassəsinə malik olmayıbdır. Sonrakı dönəmlərdə, yerin daxili nüvəsi ilə xarici nüvəsi, deməli sürtünərək məhz maqnitosfer təbəqəsini əmələ gətirmişdir. Qeyd eləyək ki, yerin, maqnetizm xassəsi olmayan zaman meteorit yağışları müşahidə olunmuşdur. Onu qeyd eləmək mümkündür. Daha sonra, gəldik geoloji mərhələyə. Geoloji mərhələ təxminən 4,5 milyard il qeyd olunur yaşı və qeyd eləyək ki, ilk okeanın yaranmasından müasir dövrə qədər olan zamanı əhatə edir və belə bir, deməli ifadə də var dərslikdə. Qeyd olunur ki, okeanın yaranması, deməli planetar eranın sonu, geoloji eranın başlanğıcıdır. Və burada təbii ki, geoloji mərhələdə yer səthində baş verən, düzənliklərin yaranması, dağların relyefində belə deyək, platforma geosiqnalların, formalaşması, materik və okeanların formalaşması məhz bu, geoloji mərhələyə aiddir. Belə qısaca belə desək, planetar mərhələ belə deyək, bizim planetimizin, yer kürəsinin planet kimi əmələ gəlməsidir. Geoloji mərhələ isə lord də mən bunu deyirəm, yəni geoloji mərhələ isə, onun artıq var olduqdan sonra, səthində baş verən dəyişikliklər belə deyək. Və gəldik yerin təbəqələrinin yaranma ardıcıllığına. Diqqət yetirsək, ilk soyuq yerin yaranması 6-7 milyard il əvvəl, daha sonra yerin daxilində o məhz temperaturun daha artması və, maddələrin əriməsi və təbii ki, buradan yer səthinə doğru vulkan püskürmələrinin baş verməsi və aerasının, yəni baş verməsi. Ondan sonra ilk yer qabığının yaranması, o ilk yer qabığının yaranması, qeyd olunur ki, ilk suxur bazalt qatı hesab olunur, vulkanik mənşəli. O təbii ki, yer səthinə çıxan o bazalt, deməli, ta ki maqma deyək də, artıq püskürdü, yer səthinə lava çıxdı. O lavadan ayrılan o buxar qalxır atmosferə, yuxarıya və nə yaradır? Təbii ki, bulud yaradır və buluddan da nə formalaşır? Yağış formalaşır. Yəni bulud yaranınca demək ki, atmosfer formalaşdı artıq. Artıq yağış da var və o yağışlar kütləvi hal alır və aylarla davam edir və nəticədə, ilkin, hidrosferi, yəni Pantalası yaratmış olur. Daha sonra isə tasfer təbəqəsi formalaşmış olur. Daha sonra isə biosfer təbəqəsini verə bilərik ən sonda canlı aləm. Artıq su var, torpaq var, hava var, artıq canlı aləm yarana bilir. Gəldik bizim üçün önəm kəsb edən bir cədvələ. Bu geoxronoloji cədvəldir ki, ümumiyyətlə bu, cədvəl dərslikdə 10-cu sinif coğrafiya kitabında, deməli əks olunur, mövzu olaraq da ordadır. Ən böyük zaman vahidimiz hansıdır? Ən böyük zaman vahidimiz eonlardır, yoldaşlar. Baxın, 2 eonumuz mövcuddur. Bunlardan birincisi kriptozoy eonudur, ikincisi fanerozoy eonudur. Kriptozoy eonu, təxminən, burada, 2, eraya bölünür. Bunlardan arxev və, proterozoy eralarıdır. Və qeyd olunur ki, o dövrdə, demək olar ki, belə canlı aləm o qədər də, yəni, onurğalı, ta ki heyvanlar, bitkilər həmçinin o qədər zəngin olmadığı üçün, qalıqlar qalmayıb. O dövrdə, yəni o qədər də, belə deyək də, üzvü aləm inkişaf etmədiyi üçün o dövrə aid olan bir qalıq, növləri yoxdur və onları araşdırmaq mümkün deyil. Ona görə həmin dövrə biz deyirik gizli həyat. Amma fanerozoy eonunda, yəni burada paleozoy, mezozoy və kaynozoy eralarına bölünür ki, bu dövrdə bəli, paleozoy erası, yəni birinci eradır orda. İlk bitkilər, suda quruda yaşayanlar, heyvanlar və digərləri formalaşmağa başladığı üçün bu dövr və bu dövrdən sonrakı dövrdə də həmçinin geniş formalaşdıqları üçün onlara aid olan, yəni məhv olduqdan sonra belə onlara aid olan sümük qalıqları və digər fosillər də nə olur? İndiki dövr üçün müəyyən bir mənbə rolunu oynayır. Qeyd eləyək ki, burada, xüsusi olan məqamları demək istəyirəm. Paleozoy erasında, deməli 6 dövr var. Bunlara Kembr, Rodov, Kislor, Devon və Daş kömür, Perm deyəcəyik. Və burada əsas məqamlar nədir? Pangeya
bildiyimiz vahid quru parçası 2 hissəyə parçalanır. Yəni Lavrasiya və Gondvanaya parçalanır. Deməli vahid Pantalas, yəni ilk okeanımız olan Pantalas isə sahəsi o dövrdə artır və, azalır bu ilə əlaqədar olaraq. Həmçinin o dövrdə aid olan, ta ki müəyyən bitkilər, yeni yarpaqlılar, suda quruda yaşayanlar, ilk balıqlar, ilk bitki və onurğasıların yaranmasını verə bilərik. Daha sonra Mezozoy erasında bu davamlı şəkildə deməli burada artıq baxın Lavrasiya, Gondwana özü parçalanır materiklərə, müasir materiklərimizi əmələ gətirir. Həmçinin Pantalas da özü, bölünür müasir okeanlara. Qeyd edirəm ki, ilk, deməli yaranmış, yəni okeanlar biz bunlara deyirik qədim okeanlar, bunlara aiddir. Şimal Buzlu okean və, deməli Sakit okean. Sonrakı dövrdə yaranan okeanlar isə, yəni Atlantik Hind okeanları isə Cavan okeanlar hesab olunur. Bu dövrdə, artıq qədim sürünənlər yayılır, dinozavrların hətta nəsli kəsilir, ilk quşlar yaranır. Bu məhz Mezozoy erasının Trias-Jura təbaşir dövrlərində baş tutmuşdur. Həmçinin axırıncı dövr, bu da davam edən, deməli era olaraq Kaynozoy və dövr olaraq Paleogen, Neogen, Antropogen və ya 4-cü dövr. Bu dövrdə, buzlaşmanın baş verməsi, müasir relyefin yaranması, cavan dağlar, Tetis okeanının parçalanması, onun əvəzində orada Aralıq, Qara, Xəzər və Aral dənizlərinin formalaşmasını verə bilər. Həmçinin müasir landşaftlar və ilk insanların və insana bənzər meymunların əmələ gəlməsini biz, məhz, deməli verəcəyik Kaynozoy erasına. Bu bizim, vacib olan detallarımız idi. Gəldik yerin daxili quruluşuna. Yerin daxili quruluşu haqqında danışarkən burada biz 3 əsas hissəyə bölürük bilirsiniz ki, deməli, nüvə, mantia, və, deməli yer qabağı. Deməli, birinci danışacağımız, nüvə olsun. Gəlin nüvə ümumiyyətlə xüsusiyyətinə görə biz deyirik, deməli daxili xarici nüvə, hissələrinə bölünür. Nüvənin özünün deməli, belə deyək, hardasa diametri təxminən, gedir çatır 3500 kilometrə yaxın və, burada daxili nüvədə, hardasa 5000 kilometr civarında dəyişə bilir. 5000, 6000. Temperatur isə burada çox yüksəkdir. Hardasa təxminən 3500-5000 dərəcə, hətta ondan yuxarıda ola bilir. Günəşin səthindəki temperatura yaxın olduğu qeyd olunur, nüvənin temperaturunun. Və tərkibində möhkəm maddələr, dəmir kimi və silisium kimi digər maddələr, deməli geniş yayılmışdır. Təzyiq çoxdur və həm istidir, həm də çox yüksək təzyiqə malikdir, onu qeyd eləmək olar. Belə. Sonra mantia. Mantia, yer qabığının alt hissəsində yerləşən hardasa 2900 kilometr dərinliyə kimi uzanır, və 2 hissəyə bölünür. O üst mantia və alt mantia olmaqla. Burada maddələr kip, sıx kipləşmiş halda, deməli mövcuddur və, həmçinin qeyd eləmək istəyirəm ki, burada temperatur hardasa 1000-2500 dərəcə arasında dəyişir və üst mantianın üst hissəsində burada, deməli, astenosfer adlı bir təbəqə var ki, məhz burada, məhz tasvir tavaları haqqında danışarkən deyəcəyik, məhz astenosfer qatının üzərində, neyniyir? Hərəkət edir. Gəldik yer qabığına. Yer qabağı da öz, bərk sulardan ibarətdir və qeyd edək ki, 2 hissəyə bölünür. Bunlara okean və materik yer qabağı aiddir. Okean yer qabığı, çökmə bazalt suxurlarından ibarətdir, amma materik yer qabığında isə bir fərq var, bu qranitdir. Çökmə qranit bazalt suxurları, deməli, yayılıbdır. Qranit möhkəm suxurdur. Yəni bir dənə materikdə var, okean yer qabığında yoxdur. Burada xüsusi olaraq qeyd edirəm, onlar dünyada ən, yəni qalın deməli, hissə bu Himalay dağlarının, altında hesab olunur, 70-90 kilometr. Ən, nazik isə San Marian çörəkliyində qeyd olunur, 1-5 kilometr. Okean yer qabığı ən, qədim yer qabığı hesab olunur. Həmçinin okeanda da maksimum, qalınlıq orta okean dağ silsilələrində qeyd olunur. Minimum qalınlığı isə orada çökəkləri verə bilərik. Ən minimumdakı təbii ki, Marian çökəkliyindədir, 11-22 metr dərinliyə sahibdir. Və bizim burada müəyyən xüsusi, terminlərimiz var. Bunlara Konrad sərhəddi terminimiz var. Bu nədir? Konrad sərhəddi, yer qabığına aid olan bir termindir. Qranitlə bazalt qatlar arasında sərhəddə deyilir, Konrad sərhəddi. Benev sərhəddi isə astenosfer qatı ilə üst mantia arasında olan sərhəddir. Həmçinin, Moxo sərhəddi və ya Moxoroviç sərhəddi bu yer qabığı ilə üst mantia arasında sərhəddir. Qeyd edək ki, yer qabığı üst mantia ilə də bizim, litosfer təbəqəsini əmələ gətirir
Bayaq qeyd elədiyim kimi, alt mantyanın üst hissəsində yerləşən astenosfer təbəqəsidir. Məhz havalar bunun üzərində hərəkət eləyir. Litosfer ilə astenosfer isə birlikdə tektonosfer demək təbəqəsi adlanır. Hə, gəldik indi vacib olan bir detala. Geotermik qradiyent və geotermik pillə anlayışı. Yoldaşlar, bura bir diqqətlə fikrinizi yönəldin. Nəyə görə vacib bir detaldır? Bunu bəzən müəllimlər çaşdırırlar. Həmçinin testlərə də gəlir, yəni imtahanda da istifadə olunur belə bir sual forması. Dərinliyə doğru getdikcə hər 100 metrdə 3 dərəcə temperatur artması geotermik qradiyentdir. Amma 33 metrdə 1 dərəcə artma isə buna deyirik biz geotermik pillə. Deməli, seysmik cəhətdən aktiv olan ərazilərdə geotermik pillə kiçik olur. Sabit olan platformalarda isə bu böyük olur. Bir də burada terminlərimiz var. Nisbi yaş və mütləq yaş. Bunu da qısaca qeyd edeyim. Nisbi yaş suxurların yatım arzuğuna görə müəyyənləşdirilir. Yəni məsəl üçün normal bir torpaq qatı götürək. Altda yatan suxur qədimdir, üstdə yatan cavandır formada. Radioaktiv metod vasitəsilə, yəni radioaktiv elementlərin parçalanma müddətinə görə müəyyən olunan yaş isə bu daha çox dəqiq olan bir hesablama üsuludur. Buna mütləq yaş deyilir. Bir də bitki qalıqları, bitki heyvan qalıqlarının deməli quruluşuna görə daşlaşmış deyək ki, formada bunları xüsusi formada öyrənən elm sahəsi paleontologiya elmidir. Hə, gəldik geotermik pillə və qradiyent məsələsinə. Belə bir məsələmiz var. Deməli, normalda geotermik pillə deməli qeyd edeyim onu. Baxın, normalda deməli yoldaşlar, baxın 33 metrdə 1 dərəcə temperaturun artmasını bu oldu pillə. Geotermik pillə. Amma 100 metrdə 3 dərəcə artma isə olur qradiyent. Deməli, məsələ nədir? Yəni çatdırılan məqam nədir? Deməli qeyd elədik ki, pillədə 30 metrə 1 dərəcə bu daha çox bəzən geosignallarda daha az olur. Məsəl üçün elə məntəqələr var ki, geosignal zonalarda 33 metrdə 1 dərəcə yox, olur bu nazik olur. Məsəl orada olur 20 metrdə 1 dərəcə və yaxud da ki 15 metrdə 1 dərəcə. Yəni orada geotermik pillə kiçik olur. Aydındır? Amma sabit zonalarda, yəni platforma zonalarında isə məsəl üçün bu ola bilər 33 metrə 1 dərəcə yox, 50 metrə 1 dərəcə ola bilər. Çünki orada dediyim kimi sabit zonalarda suxur qatı qalınlığı daha yüksəkdir. Demək aktiv zonalardan kənardadır ona görə. Amma məsəl üçün vulkanizmin aktiv olduğu ərazilərdə tutaq ki, geosinkron qurşaqda bu konvergent sərhədlərə və divergent sərhədlərə yaxındır. Orada temperatur məsəl üçün 20 metr gedirsən, görürsən 1 dərəcə artdı. Daha yəni tez arta bilər. İndi bir məsələ var. Geotermik pillə ilə geotermik qradiyent bir-birinə tərs mütənasibdir. Bu necə olur? Baxın, deyirəm ki, məsələn nümunə. Məsəl üçün deyirəm ki, tutaq ki 15 metrə tutaq ki 1 dərəcə artsın, düzdürmü? Tutaq ki 1 dərəcə. Düzdür? Biz bayaq qeyd elədik ki, 30 metrə 1 dərəcə, yəni 3 dənə 33 metrə 3 dərəcə edir, düzdürmü? Baxın. Mən o geotermik qradiyenti almaq üçün 3 dənə, baxın, 33 metr, 33 metr. Mən 3 dənə 33 metri deməli toplamda 3 dənə 33 metr, yəni 3 dənə geotermik pilləni cəmlədiyimiz zaman bu olur geotermik qradiyent. Düzdürmü? İndi diqqət edin. Deməli, əgər tutaq ki, bizim geotermik pilləmiz 15 metrə 1 dərəcədirsə, bu zaman ya da olsun biraz fərqli bir rəqəm olsun. Məsəl üçün olsun 20 olsun, rahat olsun deyə. Məsələn 20 metrə 1 dərəcə, düzdürmü? Bu zaman biz bunu
Bu oldu geotermik pillə. İndi baxaq görək geotermik qradiyent, necə olur? Yüksək olur, yoxsa alçaq olur? Məsəl üçün baxın, qeyd elədik ki, əgər geotermik pillə çoxdursa, demək qradiyent az olacaq. Əgər yox, geotermik pillə azsa, bu zaman, qradiyent çox olacaq. Yəni bir-birinin tərsi olacaq da, belə deyim, tərs mütənasib. Tutaq ki, biz burada, 100 dərəcə olması üçün bizə lazımdır 20, 20, 20 və 20. Aha. Baxın, hər birində də 1 dərəcə əgər biz qeyd eləsək, 1 dərəcə toplamda deməli, 100 metrə 5 dərəcə nə olacaq? Geotermik qradiyent, deməli almış olacağıq. Bax fikir verirsiniz, deməli geotermik pillənin kiçik olduğu ərazidə geotermik qradiyent nə olmuş oldu? Artmış oldu. Baxın, indi yazacağam mənə bura 100 metrə 5 dərəcə. Hər halda aha. Fikrimlə bağlı və yaxud da ki, qayda ilə bağlı hər hansısa sualınız varsa, mikrofonu aktivləşdirib deyə bilərsiniz. Yəni qeyd elədiyim kimi, götürmək pillə, əgər kiçikdirsə, həmin ərazidə götürmə qradiyent çox olur. Yəni bir-birinin belə deyim, tərs mütənasib formada biz yadda saxlamağımız, bizim köməyimizə çata bilər. Elə götürmə pilləni bilsəniz zaten, məsələn, götürmə pillənin qaydası belədir ki, geosinkron zonada kiçikdir, platforma zonalarında isə çoxdur. Demək ki, bunun da əksi olacaq geotermik qradiyent. İndi gəlin burada bir məsələ həllimiz var, ona diqqət yetirək. Bizə deyir ki, yer səthi 1500 metr dərinlikdə temperatur 40 dərəcə olarsa, 500 metr dərinlikdə temperatur nə qədər olar? İlk öncə neyləyəcəyik? Təbii ki, burada bir-birindən fərqini çıxacağam. 1500 metrlə 500 metr arasındakı fərqi tapdığım zaman olacaq 1000 metr. Qayda da ki, 33 metrə 1 dərəcədirsə, 1000 metrə x olacaq. Buradan da biz deməli 1000-i böldüyümüz zaman dəqiqə 1000-i bölürük 33-ə. Təxminən 30 alınır. X eləyəcək burada deməli 30. Dəqiqə. Üzr istəyirəm. Deməli 30 dərəcə olur. Temperatur tapmış oluruq fərq olaraq. Deməli, əgər baxın, dərinlikdə 500 metr dərinlikdə 40 dərəcə temperatur varsa, biz daha səthə yaxın qalxdığımız zaman nə olacaq? Temperatur aşağı düşəcək. Bu zaman nə etmiş olacağıq? Deməli 40-dan çıxacağıq 30-u, cavabımız olacaq 10 dərəcə. Yəni bizim burada deməli olacaq cavabımız 10 dərəcə. Aha, sonra keçirik. Deməli, sualla bağlı hər hansısa qaranlıq məqam varsa, mikrofonu aktivləşdirib deyə bilərsiniz. Keçirik növbəti yarım başlığımıza, suxurlar mövzusuna. Yoldaşlar, deməli, bildiyimiz kimi, suxurlar biz 3 yerə bölürük: maqmatik, metamorfik və çökmə suxurlar. İlk öncə qeyd edəcəyimiz, deməli, maqmatik suxurlardır ki, elə adından görsənir, maqmadan yaranır. Bunlar, maqmanın püskürməsi nəticəsində və soyması nəticəsində yaranır. Baxın, birinci dərinlik suxurlardır, intruziv suxurlardır. Yerin daxilində yüksək təzyiq altında tədricən soyuyaraq yaranır ki, bunlar məsaməsiz, ağır və bərk olurlar. Bunlara qranitdir, dioritdir, qabrol vermək olar nümunə olaraq. İkinci isə səth suxurları və efiziv suxurlar adlandırırlar ki, burada lava yer səthində soyması nəticəsində yaranır. Yəni hava ilə təmasda olur, belə deyək. Məsaməli və yüngül olur, belə deyək. Bunlara aiddir bazalt, vulkan şüşəsi, pemza, vulkan tufu və s. Ölkəmizdə də qeyd edeyim ki, bu suxurlar vulkanik yerlərdə geniş rast gəlinə bilər. Sonra çökmə suxurlarımız ümumiyyətlə hər hansısa yer qabığında əvvəllər mövcud olmuş maqmatik, metamorfik və çökmə suxurların parçalanması nəticəsində yaranır və iki yerə bölünür. Bunlara üzvü suxurlar və qeyri-üzvü suxurlar deməli bölünür. Üzvü suxurlar uzun müddət ərzində bu dənizlərin, göllərin dibində bitki və heyvan qalıqlarının toplanmasından əmələ gəlir. Məsəl üçün bunlara aiddir əhəng daşı, daş kömür, neft, qaz və s. Qeyri-üzvü suxurlar isə öz növbəsində iki yerə bölünür. Bunlara aiddir qırıntı suxurları, bir də kimyəvi suxurlar. Qırıntı suxurlar burada suxurların parçalanmasından yaranır. Məsəl üçün qum, çınqıl, çay daşı və s.
Kimyəvi suxurlar isə müxtəlif kimyəvi proseslərin nəticəsində, yəni suda həll olunmuş, maddənin çökməsindən əmələ gəlir ki, bunlara aiddir gips, kalium duzu, Glauber duzu və sairə. Və metamorfik suxurlara gəldik. Burada yerin dərinliklərində, yüksək təzyiq və temperatur şəraitində həm maqmatik, həm də çökmə suxurların, şəklinin dəyişməsi nəticəsində yaranır, belə deyək. Burada əsas məsələ nədir? Yüksək temperatur və təzyiq şəraitində dəyişilir. Deməli, bunlara nümunə verə bilərik. Qum daşı, məsələn, kvartsa çevrilməsi, gilin gildişistə, sonra qranit qneysə, əhəng daşı mərmərə, kristallik şist fillitə və sairə verə bilərik. Sonra gəldik növbəti yarımbaşlığımıza, geosinkronlar. Geosinkronlar yer qabında baş verən üfüqi və şaquli yer dəyişmələrə biz deyirik tektonik hərəkətlər və qədimdə baş vermiş tektonik proseslərə biz deyirik paleotektonik hərəkətlər. Paleo qədim sözündəndir. Kanozoid erasından müasir dövrə qədər davam edən proseslər, tektonik proseslərə isə neotektonik proseslər deyilir və neotektonik hərəkətlər nəticəsində kataklizmlər, yəni bunlara vulkanlar, zəlzələlər və sairə yaranır. Geosinkronun inkişafının deməli 4 mərhələsi ayrılır. Bunlardan birinci mərhələdə yer qabının böyük bir hissəsində enmə başlayır və burada böyük bir dəniz hövzəsi yaranır. Qeyd edək ki, yer qabında təzyiq temperaturun artması nəticəsində burada suxurlarda müəyyən qədər metamorfizləşmə baş verir və təzyiq temperatur artdığı zaman bayaq zaten qeyd eləmişdik, suxurların dəyişməsi labüddür. İkinci mərhələdə yer qabında enmə prosesi davam edir, lakin müəyyən ərazilərdə qalxma ki baş verir. Nəticədə burada biz vulkanizm fəaliyyətində artdığını görə bilərik ki, antiklinallar yaranır. Və üçüncü mərhələ isə təbii ki, burada enmə artıq dağ-mərcəmə ilə əvəz olunur və artıq burada sadə qırışıqlıqlar, yəni antiklinallar, sinklinallar birləşir və iri dağ sistemlərini əmələ gətirirlər. Və qeyd edim ki, indiki bütün cavan dağ sistemləri məhz üçüncü mərhələdə yaranmışdır. Dördüncü mərhələdə isə daxili proseslər zəifləyir və həmin xarici proseslərin təsiri ilə məhz bu dağlar demək olar ki, parçalanır və düzənlərə çevrilir və biz bu mərhələyə bəzən platforma mərhələsi də deyirik. Yəni məsəl üçün 3-cü mərhələ hal-hazırda davam edən ərazilər cavan ərazilərdir. Məsəl üçün ölkəmizin ərazisi də 3-cü mərhələyə aiddir. Yəni bütün cavan dağlar, cavan dağlıq əraziləri, geosinkron ərazilərin hamısını, aktiv olan ərazilərin hamısını biz verə bilirik 3-cü mərhələyə. Amma sabit platforma ərazilərini isə biz 4-cü mərhələyə veririk. Geosinkron qurşaqları burada görürsüz. Əsas geosinkron qurşaqlar 4 dənədir. Bunlara aiddir Alt-Himalay, sonra Orta Okean dağ silsiləsi, Ant-Kordilyer və həmçinin Sakit Okean odlu həlqəsi daxildir. Platformalar. Platforma yerin sabit sahələridir və platformanın daxili quruluşuna diqqət yetirsək 2 mərtəbədən ibarətdir. Baxın, onun üst mərtəbəsinə platforma örtüyü deyilir və burada deməli çökmə suxurlardan ibarətdir daha çox və çökmə mənşəli faydalı qazıntılarla zəngindir. Məsələn, neft, təbii qaz, daş kömür və s. Amma birinci mərtəbədə alt qatda isə kristallik bünövrə ilə zəngindir ki, əsasən maqmatik və metamorfik suxurlardan ibarətdir. Burada filiz faydalı qazıntılar nə olubdur? Yayılıbdır. Məsəl üçün bəzi ərazilərdə hətta platformaların yuxarı qalxmış hissələri var ki, yəni bunlara biz qalxanlar deyirik. Buna deyirlər qalxan və sifərlər ki, burada filiz faydalı qazıntılar yer səthinə yaxındır. Ona görə onları çıxarmaq daha asan başa gəlir və qeyd edirəm ki, qədim dağlıq ərazilərdə biz qalxan sifərlərə daha çox rast gələ bilirik. Antiklinal sinklinallar isə geosinklinal zonalarda olan deməli qalxma enmə zonalarıdır. Məsəl üçün antiklinallar dağlara uyğun gəlir, yüksək ərazilərə, amma sinklinallar isə çökək ərazilərə uyğun gəlir. Normalda biz deyirik ki, məsələn belə deyək də düzənliklər əsasən şeydədir də, yəni platformalarda rast gəlinir, amma misal üçün dünyada istisnai ərazilərdə düzənlik, onların xəritəsini göndərəcəm qrupa. Misal üçün dünyada istisnai ərazilər, misal üçün geosinkronda yerləşən düzənliklərdə var. Misal üçün ovallıq yüksəlik yaylalar. Misal üçün Küraz ovalığı, misal üçün platformada yox, məhz geosinkronda yerləşir. Horst və Grabenlər. Bu da əsasən platforma zonalarda yayılıbdır. Qırılmanın mərkəz hissəsinin qalxması nəticəsində yaranır
və rift dərələrinin kənarları boyunca bir simmetriya yaradır. Bu Horst adlanır, şəkildə görürsüz. Qraben isə enmə nəticəsində yaranan mənfi strukturdur və bunu mən qısaca bəzən deyirəm. Bunu yadda saxlamaq üçün şagirdlərə formada deyirəm. Yadda əgər unudursa siz də yadda saxlaya bilərsiniz. Məsələn, Horst hor görmək sözündən, məsələn türkcədə hor görmək, yuxarıdan baxır insanlara. Qraben isə qaribandır, yəni aşağıdan, alçaqdır. Aydındır? Horst hor görür, yuxarıdan baxır, Qraben isə aşağı çökür. Formada yadda saxlaya bilərsiniz. Aha. Məndən işə qəbul imtahanında 2022-ci ildə də istifadə olunmuş belə bir sualımız var. Sualın şərtində qeyd olunur ki, xəritə sistemində rəqəmlərə əsasən geotermik pillənin daha böyük olduğu və neotektonik hərəkətlərin baş verdiyi əraziləri müvafiq olaraq müəyyən edin. Gəlin diqqət edək. Ümumiyyətlə geotermik pillənin böyük olduğu ərazilər platforma zonalarıdır. Müvafiq olaraq elə tapsaq, burada 2, 3 və 5 verə bilərik. Düzdürmü? Amma neotektonik hərəkətlərin baş verdiyi ikinci sənə soruşduğu zaman burada artıq geosinkron zonalar olacaq. Məsəl üçün Ant-Kordillərdə 4, Alp-Himalayda 1 və Sakit-Okean qovusunda isə 6-nı verəcəyik. İkincisi də 1, 4, 6 olacaq. Buna uyğun versiyamız olacaq. Deməli 2, 3, 5, 1, 4, 6 D variantı. Platformalar da yaşına görə 2 yerə bölünür. Əsasən biz yadda saxlasaq cavan platformaları digərləri aydın olacaq. Məsəl üçün qədim platformaların özəyi daha çox arxeik proterozoy erasına gedib çıxır, Kembriyə qədərki dövrə qədər. Amma cavan platformalar paleozoy erasından yaranmış deməli platformalardır. Məsələn, bunlara aiddir Ön Qafqaz, Turan, Qərbi Sibir və Almaniya Polşa ovalıqları. Yəni bundan savayı geridə qalan platformalar hamısı qədim platformadır. Yəni rahat formada belə yadda saxlaya bilərsiniz. Litosfer tavaları. Ümumiyyətlə tavaların hərəkəti nəzəriyyəsinin müəllifi Alfred Wegenerdir. Bəzən biz buna tavaların dreyfi də deyirik. Yəni tavaların hərəkəti dreyfi eyni şeydir. Və üfüqi istiqaməti yer dəyişməsi demək olar. Tasvir tavalarının orta qalınlığı 50-250 km arasında dəyişməkdədir və bayaq qeyd etdiyim kimi astenosfer təbəqəsi üzərində astenosfer mantiyanın üst hissəsində yerləşən yumşaq plastik təbəqə kimi qeyd olunur. Onun üzərində üfüqi istiqamətdə sürüşür və ya hərəkət halındadır. İri və kiçik tasvir tavalarımız var. İri tavalara aiddir Avrasiya tavası birinci, Afrika tavası, Şimali Amerika, Cənubi Amerika, daha sonra Hind, Avstraliya, Antarktida və Sakit Okean. Bunlardan sadəcə Sakit Okean yalnız okean tipli yer qabığına sahibdir. Yəni onun qranit qatı yoxdur. Amma digər adlarını sadaladığım böyük tasvir tavalarının hər birinin həm mərkəz hissədə deməli çökmə qranit bazalt, yəni materik yer qabığı, həm də sahil hissəsində deməli çökmə bazalt, yəni okean tipli yer qabığına sahibdir. Və kiçik tasvir tavaları hansılardır? İndi gəlin onlara qeyd edək. Deməli təsvirdə bunlara bəzən adları qeyd olmuyor, amma mən göstərəcəm. Baxın, Naska tavasıdır birinci. Cənubi Amerikanın sahillərində 3 dənə tava var, kiçik tava. Naska, Kokos və Karib tavası. Həmçinin Ərəbistan tavası və Filippin tavası. Bunlardan demək olar ki, bir dənə Ərəbistan tavası materik tipli yer qabığına sahibdir. Qalanları ancaq okean tipli yer qabığına sahibdirlər. Və indi bunların hərəkətlənmələrinə diqqət yetirək. Əsas hərəkət istiqamətləri deməli burada divergent sərhədlər qalın xəttlərlə verilib. Baxın, qalın xəttlərlə verilən hamısı divergent sərhədlərdir. Amma belə daraq görüntüsü verən qırıq-qırıq xəttlərlə verilibsə, bu nədir? Konvergent sərhəd. Yəni divergent, konvergent terminləri ümumiyyətlə nədir? Divergent deməli ayrılma, uzaqlaşma sərhəddidir. Konvergent isə toqquşma deməli sərhəddidir. Deməli İndi gəlin birinci divergent sərhəddən danışaq. Divergent sərhəddə deməli iki okean tipli tavanın ayrılması biz bu haqda qeyd edirik. Əslində bizim dərslərdə bu çox sadə formada verilir. Çünki xarici mənbələrə əgər baxsaq deməli divergent sərhədlə bağlı, konvergent sərhədlə bağlı müxtəlif versiyalar var. Məsəl üçün bizdə ancaq ta ki divergent verirlər, iki okeanın ayrılması, ta ki orada fərqli versiyalar verilir digər dərslərdə. Bizdə indi o sadələşmiş versiyadadır.
Baxın, məsəl üçün Avrasiya tavası ilə Şimali Amerika tavasının okean tipi tavalarının ayrılması şimal hissədə. Cənub hissədə isə baxın, Afrika və Cənubi Amerika tavalarının okean tipi tavalarının ayrılması nəticəsində məhz Orta Okean sıra dağları deməli yaranmışdır belə deyək. Ümumiyyətlə iki okean tipi tavanın ayrılması nəticəsində nə yaranır? Orada rift dərələri formalaşır. Orta Okean sıra dağları. Ümumiyyətlə ilk öncə sualtı deməli dağlar formalaşır. Sualtı dağlar və sualtı dağlar bəzən deməli bu vulkan hərəkətlənməsi nəticəsində bilirsiniz ki, bəzən su səthindən yuxarı çıxaraq nə yaradır? Deməli vulkanik adaları yaradır. Bunlara aiddir ən məşhur divergent adalar testlərə gəlir. Bunları mütləq bilməniz lazımdır. Bunlara aiddir İslandiya, Müqəddəs Yelena, sonra Azor, sonra Tristan da Cunha, Müqəddəs Yelena, sonra Galapagos bu istiqamətdə, Pasxa həmçinin bu istiqamətdə. Düzdür, Pasxa ilə deməli Qalapagosun yerlərini mən baxın burdan göstərirəm indi. O Atlantik okeanında yerləşmir o ikisi. Bu Qalapaqos adası yerləşir Nazca ilə Kokos tavasının ayrılma sərhədində. Nazca ilə Sakit okeanının ayrılma sərhədində isə yerləşir Pasxa adası məşhur. Ümumiyyətlə Pasxa adası ilə bağlı da keçən il deyəsəm düşmüşdüm imtahanda. Deməli Pasxa adası biz UNESCO-nun irs siyahısına daxildir. Nəyə görə? Orada çox maraqlı heykəlciklər var, daş heykəlciklər. Heykəlcik deməzdim ora. Əgər onun haqqında bilmirəm baxmısınızmı, sənəd filmə falan. Çox nəhəng ton, yəni neçə ton ağırlığına sahib olan, qayadan ibarət olan deməli heykəllərdir ki, onlar sirri hələ də belə deyək də tapılmayıb. Yəni o əraziyə necə gətirilib, necə onu kimlər hazırlayıb deyə. Belə bir test sual idi, yanlış bilmirəmsə elə formada idi ki, sirli formada idi və UNESCO tərəfindən irs siyahısına daxil olunmuşdu. Deməli bu belə deməli keçək Amerika demək Sakit okean sahillərində. Burada bax diqqət eləsəniz, Kokos tavası həm Nazca tavası ilə, həm də ki deməli Sakit okean tavası ilə ayrılma, yəni divergent sərhədə sahibdir. Nazca tavası özü də həm Cənubi Amerika, üzr istəyirəm, Nazca tavası həm Antarktida, həm də ki Sakit okeanla ayrılma sərhədinə malikdir. Sadəcə olaraq Cənubi Amerika tavası ilə toqquşma sərhədinə sahibdir. Və qeyd edək ki, bir materik, bir okean toqquşarkən okean tavası gömülür materik tavasının altına və nəticədə burada subduksiya zonası yaranır ki, sahil boyunda sıra dağlar yaranmış olur. Deməli çökəkliklər, yəni novlar yaranır və adalar qövsü formalaşır. Misal üçün vermək olar Aleut adalarını vermək olar burada qövs olaraq, həmçinin Peru novunu verə bilərik və Ant dağlarını biz nümunə olaraq verə bilərik buraya. Daha sonra deməli tavaların toqquşma iki materik tavasının toqquşması ilə bağlı nümunə verə bilərik. Misal üçün Afrika ilə Avrasiyanın, həmçinin Hind-Avstraliyanın Avrasiya tavasının toqquşması və Ərəbistan. Ümumiyyətlə deyək ki, Avrasiya tavası ilə Afrika, Ərəbistan və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində nəhəng Alp-Himalay dağ sistemi yaranmışdır ki, burada nəhəng bir həm cavan dağ sistemləri, həm də ki nəhəng bir seysmik qurşaq formalaşmışdır. Sonra tavaların divergent, bunları qeyd elədim. Baxın, okean materik, okean ayrılma sərhədi, sonra materik okean toqquşması, okean tavası materik tavasının altına gömülür. İki materik tavasının toqquşması nəticədə nəhəng dağ sistemi yaranmış olur. Pangeya və Pantalas. Pangeya ilk quru parçasıdır, bilirsiniz, vahid quru parçası. Pantalas isə onu əhatə edən vahid okean hesab olunur. Bir də qeyd edim ki, təbii ki, müəyyən müddətdən sonraki Mezoerasına daha dəqiq desək, Pangeya parçalandı. Lavrasiya və Gondvana hissələrinə və müasir materiklərə sonra parçalanır. O zaman deməli Lavrasiya ilə Gondvananın arasında bir Tetsi okeanı formalaşmışdı ki, məhz o Tetsi okeanının qalıqları bizim Xəzər dənizindən üçün onun qalığı hesab olunur. Gəldik vulkanizm mövzusuna. Vulkanların formalaşması. Ümumiyyətlə vulkanın sxemini görürsünüzsə, bu sxemin elə ardıcıllığını gəlin bu sxem formasında qeyd eləyək. Baxın, birinci qeyd olunur ki, dərinliklərdə baş vermiş proseslər nəticəsində çatlar yaranır. İlk öncə birinci bunu verəcəyik. Daha sonra yer qabığında o
həmin yüksək təzyiq nəticəsində çatlar ki yaranmışdı. Çatların arasından o üst mantiyyadan ocaqdan ora maqma daxil olur və yuxarı doğru qalxmağa başlayır. Və yuxarı doğru qalxdığı zaman burada boğaz formalaşır, vulkan boğazı. Və hətta vulkanın çıxdığı yerdən çıxdığı hissədə isə vulkan konusu və ya çökəkliyi buna deyirlər krater. Kraterin əgər diametri 1,5 kilometrdən böyük olarsa bu kaldera adlandırılır. Məsələn, dünyada ən böyük kaldera Yaponiyada yerləşən Aso vulkanının kalderasıdır. Daha sonra burada vulkan deyək ki, külü, vulkan bombası, zəhərli qaz yer səthinə çıxır və yəni lava axır və yer səthinə doğru burada lava axınları çıxır və atmosferlə, hava ilə təmasda olur. Və qeyd edək ki, məhz bu vulkanların yaxınlığında yeraltı sular yəni qaynayır da belə deyim, yüksək təzyiqlə nəticədə yer səthinə çıxır və bunlar adlanır geyzerlər. Dünyada vulkanlar fəaliyyətinə görə biz iki yerə deməli iki cür qruplaşdırırıq. Bunlara aiddir fəaliyyətdə olan vulkanlar, püskürməsi haqqında tarixi məlumatı olan vulkanlara deyilir və yaxud da ki, hal-hazırda püskürürsə bu olur fəaliyyətdə olan vulkan. Dünyada demək olar ki, vulkanlardan fəaliyyətdə olan vulkanların 75%-dən çoxu Sakit okeanda yerləşir. Ona görə buranı biz Sakit okean odlu qurşağı adlandırırıq. Ən hündür fəaliyyətdə olan vulkan Lyulya-Lyakov vulkanıdır. Cənubi Amerikada yerləşir. 6723 metr hündürlüyə sahibdir. Sönmüş vulkanlar isə püskürməsi haqqında heç məlumat olmayan və alıcı püskürməyən vulkanlardır. Bu ölkəmizdə də geniş yayılıb. Qarabağ vulkanik ailəsində Böyük İşıqlı, Qızılboğaz və s. Həmçinin Şimali Qafqazda Kazbek vulkanını verə bilərik, Elbrus. İran ərazisində Səhənd, Dəmavənd verə bilərik. Həmçinin Cənubi Amerikada Çimborazo vulkanını vermək mümkündür. Vulkanlar püskürmə məhsullarına görə də iki yerə bölünür. Bunlara aiddir birinci stratovulkanlar. Bunlar əsasən deməli materik tipli yer qabından ibarət olur və qatı lava püskürürlər yer səthinə və kalderaları böyük olur. Qatı lavası olduğu üçün bunlar yan kraterlər də yarada bilirlər. Amma qalxanvari vulkanlar isə bunlar sıyıq maqma püskürürlər. Belə düşünün də bu nisbətən slime formasındadır və yer səthinə çıxan kimi nəyinir? Başlayır ətraf çökəkləri örtməyə və bunlar əsasən okean tipli yer qabına malik olan ərazilərdə deməli formalaşır və hava tipli vulkanlar da deyirlər bəzən buna. Məsəl üçün biz elə hava adasında yerləşən Mauna Loa, Mauna Keanı verə bilərik. Həmçinin Hekla vulkanı və digər vulkanları vermək mümkündür. Okean tipli. Və təbii ki, ölkəmizdə də geniş yayılmış, yəni dünyada sayına görə ən çox birinci yer tutur ölkəmiz. Bu palçıq vulkanıdır, yoldaşlar. Deməli, buna deyirlər yalançı vulkanlar və ya psevdovulkanizm. Palçıq vulkanları yer səthinə palçıq, yəni saz axıdır və o quruduqdan sonra çevrilir brekçiyaya. Və qeyd olunur ki, palçıq vulkanları əsasən neftli, qazlı ərazilərdə rast gəlinir. Və dünyada və Azərbaycanda ən hündür məhz palçıq vulkanı 402 metrdən Torağay vulkanıdır. Hətta ölkəmizdə deməli bu Abşeron bölgəsində Əlki palçıq vulkanının qorunduğu Bakı-Abşeron palçıq vulkanları qrupu adlı bir qoruq da deməli fəaliyyət göstərir. Gəldik dünyada məşhur olan vulkanların bəzilərinin yerləşmə yerlərinə. Gəlin baxaq, məsələn, Şimali Amerikada ilk öncə bir rəqəmi ilə verilən, bu da Reyner və Shasta vulkanlarını verə bilərəm. Bunların dəqiq xəritəsini mən göndərəcəm. Sonra indi mən yerlərini ümumi göstərmiş oluram. Deməli, burada Meksika ərazisində çox vulkanlar geniş yayılıb. Məsəl üçün, burada deməli başlayaq, məsəl üçün, Cotopaxi, sonra Kolima, sonra var burada Orizaba, sonra Popocatépetl, sonra Taxomulko, Momotombo vulkanları. Məsələn, bu vulkanları verə bilərik. Həmçinin burada Martinika adasında, Mərkəzi Amerikada Martinika adasında Montampere vulkanını verə bilərik. Aktiv vulkandır. Sonra Cənubi Amerikada deməli vermək olar Ruiz vulkanını, ekvatordan şimalda Kolumbiya ərazisində. Sonra Chimborazo və Cotopaxi vulkanlarını verə bilərik. Sonra 7 rəqəmi ilə məsəl üçün burada vermək olar Lyulya-Lyakov vulkanını ki, Lyulya-Lyakov vulkanı ümumiyyətlə dünyanın ən hündür
fəaliyyətdə olan vulkanıdır. Bir də yeri gəlmişkən qeyd edeyim, deməli Cənubi Amerikanın unikallığı ondan ibarətdir ki, burada həm dünyanın ən hündür fəaliyyətdə olan vulkanı burada yerləşir, həm də ən hündür sönmüş vulkan, yəni Çimborazo vulkanı da məhz 6310 metr hündürlüyə sahibdir ki, burada yerləşir. Sonra deməli Afrikada ən məşhur vulkan da Kilimanjaro vulkanıdır. Sonra Kenya vulkanı var, sönmüş vulkan. Həmçinin Kamerun vulkanını da verə bilərik. Daha sonra İslandiya adasında da burada vulkanlar çoxdur, çox aktiv ərazidir. Var Eyjafjallajökull vulkanı, Bardarbunga və Hekla vulkanları məşhur vulkanlardır. Sonra İndoneziya Kerinci Semeru vulkanları, həmçinin Yaponiyada Fudziyama vulkanıdır. Aso kalderası ən böyük olan vulkandır. Sonra Kulçsokası Kamçatka yarımadasında verə bilərik. Sonra Filippin adasında verə bilərik deməli Apo vulkanı və Pinatubo vulkanlarını. Həmçinin Antarktika materiki də həmçinin qeyd edeyim bu ərazidə deməli Erebus vulkanıdır və ən hündür vulkanı, həmçinin Terror vulkanı yerləşir. Bir də Avropada ən məşhur vulkanlardan deməli İtaliya ərazisində deməli Vezuvidir. Sonra Etnada deməli Etna vulkanı isə Siciliya adasında baxın 4 rəqəmi ilə verilibdir. Bir də hava adalarında 3 rəqəmi ilə verə bilərik. Bayaq qeyd elədik adlarını Mauna Kea, Mauna Loa vulkanlarını, fəaliyyətdə olan vulkanları verə bilərik. Zəlzələlər. Zəlzələ nəyə deyilir? Yer səthinin ani bir vaxt ərzində titrənməsinə deyilir və zəlzələnin coğrafi yayılmasını öyrənən elmə biz deyirik seismologiya elmi. Yəni bu ilə məşğul olan elm sahəsidir. Və ekranda siz elə o seismoqraf cihazını görürsünüz. Və epicentr və hipocentr terminləri. Epicentr nədir? Birinci hipocentr deyək. Hipocentr zəlzələ ocağıdır. Yerin daxilində yerləşir və burada əgər hipocentr yerə yaxındırsa, gücü daha yüksək olur. Əgər daha dərindədirsə, onun gücü zəifləyir. Nəyə görə? Çünki ətrafa seismik dalğalar yayır və əgər belə deyək də, daha dərindədirsə, o dalğaların gücü get-gedə nəyir? Səngiyir. Amma yer səthinə yaxındırsa, təbii ki, onun magnituda gücü daha yüksək olur. Epicentr isə zəlzələ mərkəzi hesab olunur və yer səthində yerləşir. Zəlzələ ocağından dalğaların çatdığı ən qısa məsafə məhz bu hissədir. Və ən güclü təkanlar, ən dağıdıcı təkanlar məhz elə burada baş verir. Son vaxtlarda görürsünüz, zaten bizim elə qonşuluğumuzda Türkiyə ərazisində bir neçə dəfə zəlzələ baş verdi. Hətta dünən də məsələn 7 yoxsa 6 yoxsa 7 bal deyəsən bu civarda bir zəlzələ baş vermişdi, yanlış etmirəmsə və tələfatlar da olubdu. Düzdür, keçən ilki qədər Kahramanmaraşda olan qədər böyük bir tələfat olmayıb, amma tikintilər dağılıbda belə deyək. Dağıcılıq gücü olubdu, yəni belə deyək. Və ona görə bu ümumiyyətlə zəlzələlərin hipocentri nə qədər dərində olsa, dediyim kimi onun gücü bir o qədər zəif olur. Deməli və epicentr qeyd etdiyim kimi, yəni hipocentr əgər yer səthinə yaxınsa, təbii ki, onun dağıcılıq gücü epicentrdə daha çox özünü göstərmiş olacaq. Və zəlzələ ocağının, yəni hipocentrin müxtəlif dərəcədə yerləşməsi və onun biz qruplara ayrılmasını qeyd edəcəyik. 4 qrupa bölürük. Bunlara aiddir səth zəlzələləri. Əgər hipocentr 10 kilometrə qədər dərinliyə sahibdirsə, əgər normal zəlzələlər bu daha çox hipocentr 10-60 kilometr dərinlikdə yerləşir. Bu indi hal-hazırda müşahidə olunan zəlzələlərin çox bu zəlzələlərə aid olunur. Dərinlik zəlzələləri təxminən hipocentr 60-300 kilometr dərinlikdə yerləşir hipocentr. Amma çox böyük dərinlik zəlzələlər isə 300-700 kilometr dərinlikdə yerləşir ki, bu deməli daha gücü demək olar ki, çatmırdı yer səthinə. Ən çox baş verənlər isə dediyim kimi, qeyd etdiyim kimi səth və həmçinin normal zəlzələlər ən çox qeyd olunur. Hal-hazırda yaşanır, yəni belə deyim. Gəldik davam gəlmə proseslərinə, yəni qırışıqlıq mərhələsinə. İlk bayaqları biz eralardan qısaca danışdıq, dövrlərdə danışdıq. İndi gəldik həmin era və dövrlərə uyğun olan dağ əmələ-gəlmə, yəni qırışıqlıq mərhələlərinə. Baxın, Baykal dağ əmələ-gəlmə mərhələsi ən qədim dağ əmələ-gəlmə mərhələsidir.
Proterozoy erasından başlayır və Kembriy, Ordovik deməli dövrlərinə kimi davam edir. Kaledon dağ əmələ gəlməsi isə Silur-Devon dövrlərini əhatə edir. Hertsin dağ əmələ gəlməsi isə Karbon, yəni daş kömür və Perm dövrlərini əhatə edir. Və belə bir test sualı da var idi. Paleozoik erasında neçə qırışıqlıq var? Yəni neçə dağ əmələ mərhələsi var? 3. Yəni burada Baykal da bura aiddir təbii ki. Kaledon Hertsin 3 qırışıqlıq mərhələsi burada deməli baş vermişdir. Mezozoik erasında isə elə Mezozoik, yəni Kimmer dağ əmələ gəlmə mərhələsi baş vermişdir. Kaynozoik erasında isə elə Alp dağ əmələ gəlməsi, yəni Kaynozoik da bəzən deyirlər, dağ əmələ gəlməsi baş vermişdir. Bir məsələni qeyd eləmək istəyirəm. Baykal dağ əmələ gəlməsinə aid deməli xəritələrdə bir çox yəni təsvir vermirik. Nəyə görə? Çünki o dövrə aid olan demək olar ki, qalıqlar qalmayıb, yoxdur. Yəni o dövrə aid olan ərazilər misal üçün Şərqi Avropada, Orta Sibirdə, Baykal ətrafında Zabaykalye, Pribaykalye zonalarında, sonra bu deməli Timan yüksəkliyidir, Patom yaylası bu Rusiyanın şərq hissəsində bu istiqamətdə. Bu ərazilərdə deməli müəyyən qədər o dövrə əksəriyyətlə deməli geoloji quruluş deməli sular yayılıbdır. Amma çox da hündür olan dağlar yoxdur. Yəni belə deyək. Çünki hamısı dağılıb. Yəni parçalanmaya məruz qalıb, dağılıbdır. Amma Mezozoy deməli qırışıqlığında yaranmış olan dağlar, bunlar əslində azlıq təşkil etdiyi üçün onları mən ekranda təsvirdə vermişəm. Baxın, Tibetlə Kunlun, həmçinin Skotialin Rusiya ərazisində sağ tərəfdə, deməli Sibir şimal-şərq tərəfdə, Rusiyanın şimal-şərqində Verxoyansk və Çerski silsilələri, həmçinin Stanaveya silsiləsini buradan verə bilərik. Və Amerikada deməli Kordillerin şərq hissəsi, yəni Qayal dağlar hissəsi Mezozoik qırışıqlığında yaranmış dağlardır. Gəldik Paleozoik erasının dağlarına. Paleozoik erasında, yəni burada əsas Kaledon Hertsin dağ əmələ gəlməsinə aid olan dağlar verəcəyik. Bunlara aiddir hansılar? Baxın, ilk növbədə deməli Apalaç dağlarını verə bilərik. Şimali Amerikanın şərq hissəsində. Sonra Kap və Əcda dağları, baxın. Afrikanın cənub hissəsində Kap və Əcda dağları. Avstraliyanın şərq hissəsində Böyük su ayrıcı dağları, həmçinin mərkəz və qərb hissəsində burada indi bəzən xəritələrdə vermirlər. Makdonel və Hammersli silsilələri var ki, bunlar da məhz deməli qədim dağlara aiddir. Sonra deməli gələcəyik buradan Ural dağlarına. Ural, sonra Skandinaviya dağları, daha sonra buradan Tian-Şan, Altay, Sayan dağlarını verə bilərik. Düzdür, Tian-Şan, Altay, Sayan dağları deməli Kaledon Hertsində əmələ gəlibdir. Bir də istisna bir məqam var. Deməli onlar həm də qırışıq faylı dağlardır ki, də baş vermişdi. Deməli Alp dağ əmələ gəlməsinə yenidən törəməyə, yenidən qalxmaya məruz qaldıqları üçün onlara yenidən törəmiş dağlara deyirlər. Tian-Şan, Altay, Sayan dağlarına. Deməli bunlar deməli məhz əsas qeyd etdiyimiz deməli Kaledon Hertsin dağ əmələ gəlməsinə yaranmış dağlardır. İndi ona aid bir dənə dağlara aid bir sualımız 2022-ci ilin MİQ imtahanda istifadə olunmuş bir sual nümunəsidir. İstəyərdim bu suala siz cavab verəsiniz. Əgər suala baxın, əgər kimsə cavablamaq istəyirsə mikrofonu aktivləşdirib cavab verə bilər. Cavab vermək istəyən varmı suala? Açıqlama verə bilərsiniz? Nəyə görə?
Aha, aha. Baxın, antiklal sinkronal termini geosinkronal, mövzu biz danışarkən orada qeyd elədik. Yəni bu demək ki, geosinkronal zonada yerləşən ərazi olmalıdır, düzdürmü? Yəni cavan ərazi olmalıdır, düzdür? Aha. Deməli, bir konvergent olmalıdır. Aha. Bəli, 1-ci konvergent olmalıdır bu bir əlimizdə. 2-ci antinklinal sinkronal, yəni geosinkronal zona, yəni belə deyək də, cavan dağ olmalıdır, cavan ərazidə olmalıdır və qar xəttinin hündürlüyü çox olmalıdır və hündür dağlar, yəni cavan dağlar olmalıdır. Buna da uyğun cavab baxın, bütün variantlardan qədim dağları demək olar çıxsaq, bir dənə qalır siz dediyiniz versiya, düzdür? Qafqaz, Pamir. Aha. Əlavə etmək istədiyiniz bir şey varmı? Hı hı. Təşəkkür edirəm sizə də. Deməli yoldaşlar, bu da MIQ imtahanında istifadə olunmuş sual nümunəsi idi və qeyd edirəm ki, bölmə, mövzular çox geniş bir mövzu və demək olar, çox geniş bir hissəyə toxunduq DASER mövzusunda. Eee, Relyef mövzusunu mən xüsusi ayrıca, qeyd eləyəcəm. O geniş mövzudur, ona görə bu dərsə onu salmadım. Ona görə sırf bu mövzuya kimi, əgər kimsə sualı varsa, qaranlıq qalan bir nüans varsa, mikrofonu aktivləşdirib, sualını verə bilər. Varmı kiminsə sualı? Hı hı, xoşdur. Qeyd edeyim ki, dərsdən həmən sonra, materialı mən dərsə qrupa göndərəcəm, konspekt. Həmçinin qeyd edeyim ki, yoldaşlar, deməli, bizim deməli Edukompetent şirkətinin, həmçinin coğrafiya üzrə həm dərs vəsaiti, qeyd edirəm ki, həm müəllif, mənəm. Deməli, həm dərs vəsaitimiz mövcuddur. Tamamilə, MIQ, deməli, format, yəni belə deyim də, orada, eee, bütün mövzular tam əhatəli şəkildə həm xəritələrlə, həm qrafik sxemlərlə, həm cədvəllərlə biz, zəngin formada vermişik ki, yəni siz daha yaxşı mənimsəyə biləsiniz deyə. Hal-hazırda, artıq, böyük ehtimal qarşıdakı həftələrdə çap olunacaq, satışa veriləcək. Deməli, həm dərs vəsaitimiz, həmçinin də, deməli, test bankımız, satışa, çıxacaq inşallah növbəti həftələrdə. Və qeyd edeyim ki, dərsdən həmən sonra mən deməli materialı da həmin dərslik əsasında deməli qrupa göndərəcəm konspektimizi. Həmçinin də deməli onlayn bir sınağımız olacaq. Onu qrupa göndərəcəm. Amma mütləq şəkildə hamının orada iştirakını istəyirəm. Çünki orada nəticələr qeyd olunacaq və sizin orada adlarınız qeyd olunacaq. Təbii ki, onu mən görəcəm. 15 suallıq sınağımız olacaq. Sırf dərsi çalışın ki, mövzunu bir praktik eləyəndən sonra, oxuduqdan sonra qeyd elədiyimiz nüansı. Demək olar ki, sırf hansı nüansları qeyd eləmişiksə, o mövzular üzərindən deməli sualları mən sizin üçün yığmışam. Bu formada da sınağı yazacaqsınız inşallah. Belə yoldaşlar, sualınız əgər varsa deyə bilərsiniz. Əgər növbəti dərsimiz inşallah 5-ci gün olacaq. Dediyim kimi öncədən mən anket forması qrupa göndərəcəm, mövzumuzu müəyyənləşdirəcəyik. Əgər varsa sualınız verə bilərsiniz.